Salam əziz abituriyentlər və şagirdlər. Köməkçi nitq hissələrindən ədatın videosunu sizə təqdim etmişdim. İndi modal söz videosundan davam edirik. Modal söz nəyə deyilir? Modal söz yadınızda saxlayın ki, danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə deyilir. Yəni bunun tərifi budur. Köməkçi nitq hissəsi olduğundan leksik mənası yoxdur. Morfoloji əlaməti, yəni xüsusi bir şəkilçisi də yoxdur. O cümlədəki sözlərlə, cümlə üzvləri ilə sintaktik əlaqəyə də girmir. Yəni hansısa bir sözlə əlaqəyə girsin falan, elə bir şey də yoxdur. Yəni birdən bilin ki, danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Və sintaksisdə vəzifəsi var. Məsələn, deyək ki, sintaksisdə biz nələri öyrənəcəyik? Mübtəda, xəbər, nə bilim, təyin, tamamlıq, zərflik. Modal sözün sintaksisdə vəzifəsi olur ara söz. Bunu unutmayın. Bir şey də qeyd edeyim ki, bütün modal sözlər ara söz ola bilir. Amma bütün ara sözlər modal söz deyil. Yəni ara söz daha geniş anlayışdır. Bax sizə belə bir düstur kimi deyim. Ara söz böyükdür modal sözdən. Bax bunu yadınızda saxlayın. Bu sxemi. Yəni ara sözlər daha çoxdur modal sözlərdən. Bütün modal sözlər ara sözə aiddir, amma bütün ara sözlər modal söz deyil. Quruluşca dedik ki, sadə və mürəkkəb olur modal sözlər. Sadə modal sözə məsələn bir dənə nümunə deyək, bəlkə misal üçün. Bəldən bəlkə yaranmır axı, sadədir, görürsüz. Mürəkkəbə məsələn deyirəm ki, elə bəlkə sözündən deyim, bəlkə də. Bir dənə dəni artırdım, oldu mürəkkəb. Mürəkkəb nədir ki, və daha artıq sözün birləşməsi. Mürəkkəblər ümumiyyətlə, mürəkkəb sözlər bitişik ayrı defislə yazılırdı. Amma mürəkkəb modal sözlər təbii ki, ayrı yazılır. Buna da diqqət yetirin. İndi gələk məna növlərinə. Uşaqlar, 6 dənə məna növü var modal sözün. Deməli, uşaqlar, 6 dənə məna növü var dedik. Yəqinlik, güman, şübhə, bənzətmə, müqayisə, nəticə, ümumiləşdirmə, fikrin mənbəyi, bir də təəssüf. Yəqinlik, yəni bir də təsdiq mənası bildirir də, eyni şeydir. Bunlar uşaqlar, indidən əzbərləyin ki, bunları. Bu sizə ara sözlərdə də lazım olacaq. Ara sözləri öyrənəndə artıq modal sözləri bilməyiniz sizə kömək edəcək də, daha rahat öyrənəcəksiniz. Mütləq ona görə əzbərləyin. Mən sadəcə burada məna növlərini izah edə bilərəm ki, məsələn, bu modal söz niyə yəqinlik bildirir? Niyə güman, şübhə yox, yəqinlik hesab edilir? Yəni, buradakı məna nə deməkdir? Onu izah edə bilərəm. Amma öyrənmək məsələsi sizin boynunuza düşür. Uşaqlar, baxın, doğrusu, düzü, həqiqətən, əlbəttə, sözsüz, şəksiz, şübhəsiz, təbii ki, əlbəttə və yaxud əlbəttə ki, düzdür, ola bilər düzdür ki, nə bilim, amma düzdür ki, yox, sırf düzdürü işlətsəz düzgün olar. Doğrudan, doğrudan da, bunlar uşaqlar təsdiq bildirən modal sözdür. Məsələn, deyirəm ki, dərsi oxumusan, deyirsən təbii ki, əlbəttə və ya deyirsən düzü demirsən, deyirsən həqiqətən, məsələn, ya şübhəsiz, həqiqətən məsələn necə deyirsən? Deyirsən ki, həqiqətən oxumuşam, həqiqətən bilirəm, nə bilim, düzü mən belə düşünmürəm. Doğrusu belə eləsəydik daha yaxşı olardı. Məsələn, doğrusu bunu deməsəydin daha yaxşı olardı. Düzdür, mən bunları bilirəm, amma sənə qatılmıram, məsələn. Doğrudan da sən haqlıymışsan. Bax, görürsünüz, bunlar nə bildirir? Təsdiq bildirir, yəqinlik bildirir. Məsələn, sözsüz sözünü götürsək, sözsüzü iki cür işlədə bilərəm. Deyirəm ki, sözsüz cümlə olmaz. Baxın. Cümlə olmaz. Burada uşaqlar, görün nə məna verir. Necə cümlə? Sözsüz cümlə. Burada uşaqlar sifət düzəldir də, sözdən sözsüz. Düz deyil. Burada sifət olur. Amma desəm ki, sözsüz ki, mən bunu bilirəm. Orada olacaq modal söz. Mənaya diqqət yetirin. Çünki modal sözlərdə köməkçi nitq hissəsində və suala cavab vermir. Suala cavab vermirsə, təbii ki, biz bunu modal söz götürəcəyik. Uşaqlar, başlayaq güman, şübhə bildirənlər. Hansılardır? Deyəsən, görəsən, bəlkə də. Bu mötərizə içində ona görə yazmışam ki, məsələn, güman da olar, güman ki də olar. Bəlkə də olar, bəlkə də. Görünür, görünür ki, yoxsa, olmaya, yəqin ki, yəqin, ehtimal ki. Görürsünüz, hamısı şübhə bildirir də, dəqiqləşdirmir. Məsələn, deyirəm ki, dərsini oxumusan, deyirsən ki, ya məsələn deyirəm ki, bunu keçmisiniz,
Çox vaxt uşaqlar deyir ki, deyəsən, hə, dəqiq bilmir ha. Ona görə deyir deyəsən. Sonra çox güman ki, imtahan məsələn apreldə olacaq. Çox güman ki, imtahan martda olacaq. Görsən güman ki, dəqiq bilmir, görünür hadisə belə baş verib. Yəni demirəm mütləqdir, deyir, görünür. Yəni ola bilsin ki, ola bilsin sözdə var uşaqlar. Bunu da qeyd eləyək. Ola bilsin ki, ya da deyir olmaya, ola bilsin, eyni məna verir. Uşaqlar, yəqin ki, diqqət yetirin. Çünki təsdiq bildirən modal sözlərdə yəqin ki, yoxdur. Yəni dəqiqləşdirmə bildirirdi. Onlarda dəqiqlik var. Doğrusu, düzü, şəksiz, şübhəsiz idi onlar. Amma yəqin ki-nin özün görsəz, bu bilin ki, güman şübhə bildirir. Və burada diqqətli olun. Və yaxud gəlin bir nümunə deyim. Deyirəm ki, ehtimal ki deməyim. Məsələn, biz sizlə keçəcəyik də bunun. Sanki başından qaynar su tökdülər. Uşaqlar, indi biz sizlə qeyri-müəyyən şəxsi cümlələri keçəcəyik. Orada qeyd edəcəyik ki, ən çox bu modal sözlər işlənir. Sanki, elə bil ki. Və uşaqlar, bu modal sözlərin xüsusiyyəti nədir? Ümumən, modal söz cümlənin əvvəlində gəlirsə, ondan sonra vergül qoyulur. Ortada gəlsə hər iki tərəfində, sonda gəlsə ondan əvvəl vergül qoyulur. Amma sanki, elə bil ki, modal sözlərindən sonra vergül qoyulmur. Yəni, nə sonra, nə əvvəl vergül qoyulmur. Heç bir şəkildə vergül qoyulmur. Bunları uşaqlar qarışdırmayın bənzətmə bildirən qoşmalarla. Bunlar modal sözlərdir. Sanki bənzətmə bildirən, üzr istəyirəm, sanki bənzətmə bildirən, amma bunu güman şübhədə yazdım. Nümunənin səhv yerdə qeyd elədim. Amma siz bir şey bilin ki, sanki uşaqlar güman şübhə bildirmir. Sanki bənzətmə bildirir. Şimdi bənzətmədə bunu qeyd eləyəcəm. Güman şübhə ilə bağlı nümunə verəcəkdim, onu verim. Aha. Deyirəm ki, ehtimal ki, sabah gələcək. Görürsünüz, dəqiq demir. Ehtimal ki, ya ola bilsin ki, güman ki, bəlkə də. Bunlar görürsünüz, güman şübhə bildirən modal sözdür və əvvəldə gəlib deyə özündən sonra nə qoyulur? Vergül qoyulur. Bunun nümunəsində verməliydim mən sanki nümunəni. Eyb yox, yenə təkrar edərik. Bənzətmə və ya müqayisə bildirən modal sözlərə gəlsək, bunlar sanki, elə bil ki, güya kidir uşaqlar. Məsələn, deyirəm ki, bayaqki cümləni yazım elə. Sanki başından qaynar su tökdülər. Bax, görürsünüz, bənzədir. Yəni, elə bir hadisəni başqa bir hadisəyə bənzədir. Elə bir necə pis bir hadisə baş veribsə, onu başından qaynar su tökməyə bənzədirdi. Elə belə bir hadisə oldu, belə bir təsir elədi ona. Sanki burada bənzədir uşaqlar. Amma bu qoşma deyil. Bu uşaqlar modal sözdür və özündən sonra vergül olmur. Digər modal sözlərdə vergül istifadə edirik. Modal sözün tələbidir. Amma sanki, elə bil ki, bunlardan nə əvvəl, nə də sonra vergül qoyuruq. Yadınızda saxlayın. Məsələn, deyirəm ki, elə oxuyur, bax, elə bil ki, Molla Pənah Vaqifdir. Məsələn, Molla Pənah Vaqifdir. Bax. İndi bunu oxuyur, çünki bu uşaqlar modal söz tələbinə görə yox, bu cümlənin tələbinə görə, burada intonasiyaya görə mən vergülü qoydum əvvəlində. Amma görürsünüz, elə bil kidən sonra vergül qoymuram. Çünki modal sözün belə bir tələbi yoxdur. Yəni, elə bil ki, modal sözün belə bir tələbi yoxdur. Amma digər olsaydı, digərləri vergülümü qoyardım. İzahla bağlı nəsə aydın olmasa, şərh bölməsində mütləq qeyd edin. Və yaxud deyir ki, güya sən bunu bilmirsən. Güya sən bunu bilmirsən. İndi mən bunu sual cümləsində versəm, bu sual mənası daşımır ki, bu modal söz. Yenə təbii olaraq yəni bənzətmə bildirən modal söz hesab olunacaq uşaqlar. Yəni mən bunu sual cümləsində də, əmr cümləsində də istifadə edə bilərəm. Diqqətli olun, mütləq. Yəni modal sözlərin məna növlərini əzbərləmək sizin boynunuza düşür.
Nəticə bildirənlərə gəlincə, yəni bunlar uşaqlar adından məlum olduğu kimi ümumiləşdirir. Elə bir son nəticəyə gəlir. Elə bir sözün deyir, axırda nəticəyə gəlir ki, məsələn, deməli iş beləymiş. Axır ki, nə bilim, bunu gördük ya da məsələn, xülasə sözünə gəlin toxunun uşaqlar. Uşaqlar, bax, bir var deyirəm ki, xülasə, iş bitdi. Vurğu düşür əvvələ və burada uzanma yoxdur, diqqətli olun. Yəni sözün tələffüzü belədir, baxın. Xülasə, yəni uzanması falan yoxdur. Xülasə, iş bitdi. Bu olacaq modal söz, vurğu əvvələ düşür. Amma deyirəm ki, qəzetin xülasəsi çıxdı. Bunun uşaqlar tələffüzü belə olacaq. Baxın, xülasə. Aydındır. Qəzetin xülasəsi ilə bir qısa məzmunu olaraq xülasə qısa məzmunda o anlamı ifadə edir. Bax, bu zaman olacaq isim. Diqqətli olun. Bu vurğuya görə mənası dəyişən sözdür. Qəzetin xülasə sözündə vurğu düşəcək siyə, axırıncı siyə. Amma sırf xülasə desəm, qəzetdəki xülasə səyə düşəcək vurğu. İndi burada mənsubiyyət var deyə, mənsubiyyət vurğu qəbul edir deyə vurğunu salıram axıra. Və yaxud deyir ki, əvvəla böyüklər danışsın. Baxın. Bu uşaqlar nəticə, ümumiləşdirmə bildirən modal sözdür. Mütləq diqqətli olun bunda. Bunu bəzən uşaqlar götürür, sıra ardıcılığa yazır. Sıra ardıcılıq bildirən modal sözümüz yoxdur uşaqlar. Sıra ardıcılıq ara sözdə var. Bu bizim nəticə, ümumiləşdirmə bildirən modal sözümüzdür. Yəni nəticəyə gəlir, deyir ki, əvvəla böyüklər danışsın. Misal üçün. Bu belə. Və yaxud deyirik birincisi, ikincisi. Bax, bunlar da nəticə bildirən modal sözlərdir. Aha. Bu belə. Sonra və yaxud ilk öncə söz uşaqlar. İlk öncə biz qərar verək. Əslində dərinliyə gedəndə dilimizdə ilk öncə sözü yoxdur. Bu əslində norma pozuntusudur. Çünki ilk zaten öncə deməkdir də, birinci olan deməkdir. Amma indi modal sözlərin tərkibində verirlər deyə biz də mütləq qeyd etməliyik bunu sizə. Və yaxud əl-qərəz, yəni bu da nəticə bildirir. Və yaxud deyirik, ümumiyyətlə mən sizin fikrinizlə razı deyiləm. Ya da deyirəm ki, bir şeyi ümumiləşdirir. Ümumiyyətlə gənclərə nəzarət eləmək lazımdır. Ümumiyyətlə pis vərdişlərdən qorunmaq lazımdır. Və yaxud beləliklə məsələ sona çatdı. Bax, bunlar ümumiləşdirir hamısı. Ona görə bunlara nəticə bildirən deyirik. Sonra fikrin mənbəyin bildirən modal söz var. Məncə, səncə, fikrimizcə, zənnimizcə, bizcə, mənə görə. Yəni kiminsə fikrinə əsaslanır. Ya mənim fikrim, ya sənin, ya kiminsə fikri. Ona görə fikrin mənbəyin bildirən deyirik bunlara. Məsələn, deyirəm ki, bunu xatırlayırsınızsa, qoşmada izah etmişdim. Deyirdik ki, məncə sən haqlısan. Bir bu cümləni verirəm. Bir də var deyirəm ki, məncə sən bilməzsən. Bax, birincidə uşaqlar modal sözdür. Yəni mənim fikrimə görə sən haqlısan. Bunu ümumilikdə modal söz götürürəm. Fikrin mənbəyini bildirir. Bir də var deyirəm ki, məncə sən bilməzsən. Bunu düzdür, iki başlı götürmək olar. Biri var mənim fikrimə görə desəm, modal söz kimi desə, vergülümü qoyacam. Yox, modal söz deyilsə, belə götürürəm. Məncə sən bilməzsən, yəni mən qədər bilməzsən. Burada da təbii ki o zaman vergül qoymayacağım. Bu olacaq əvəzlik. Bu da olacaq nə? Qoşma. Buna ədat deməyəcəyik. Çünki məncə burada cəni qədərlə əvəz edə bilərəm axı. Məncə, mən qədər sən bilməzsən. Bax, o mənaları ifadə edir. Mütləq bu məqamlarda da diqqətli olun. Və yaxud fikrimizcə bu düz olmadı. Deməli. Görürsünüz, fikrimizcə, zənnimizcə, bizcə fikir bildirir də uşaqlar. Bizcə yazsa, təbii ki, bütöv götürəsiniz. Artıq fikrimizi, isimcəni ayrı nitq hissəsi götürməyəsiniz. Bunları bütöv nə götürəsiniz? Modal söz. Əzbərləmək lazımdır uşaqlar. Fikriniz dərsdə olsun. Açar sözümüz köməkçi nitq hissələri. Baxın, iki cümlə verirəm.
Deyirəm ki, mənə görə bu düz olmadı. Mənə görə, yəni mənim fikrimə görə də bu olur modal söz uşaqlar. Fikri mənbəyimi bildirən. Bir də var deyirəm ki, mənə görə bunu etmədi. Yəni səbəb mən olmadım da uşaqlar. Burada mən olur şəxs əvəzliyi, bu olur yönlü hal. Yönlü hala qoşulan nə olur görə? Qoşma, səbəb qoşması. Diqqətli olun. Bax, ancaq belə şeylərlə çaşdıra bilərlər sizi. Biraz diqqətli olsanız, mənaya, məzmuna fikir versəz, çox rahatdır. Tapmaq yəni elə çətin deyil. Sizin boynunuza burada düşən sadəcə məna növlərini əzbərləməkdir. Hansı modal sözlər aiddir, bunu bilməkdir. Sonra məzmuna görə fərqi tapa bilərsiniz. Digəri təəssüf bildirənlər uşaqlar. Bu da heyif, heyif ki, əfsus, əfsus ki, təəssüf, təəssüf ki. Məsələn, deyirəm ki, təəssüf ki, biz onu itirdik. Bax, bu nə bildirir? Heyfslənmək bildirir də uşaqlar. Ona görə təəssüf kini götürəcəm, təəssüf bildirən modal söz. Görürsünüz, cümlənin əvvəlində gəlib deyə ondan sonra vergül qoyuram. Ortada gəlsəm, məsələn, deyirəm ki, Rəsul vergülü qoyuram, çünki ortada işlədəcəm. Heyif ki, kəsildi. Yəni imtahandan kəsildi, onu demək istəyir də. Bax, heyif ki ortada verib deyə hər iki tərəfində vergül qoyulub. Sonda versəm, məsələn, cümləyə baxın, nəticə pis oldu. Təəssüf. Sonda verirəm deyə özündən qabaq vergül qoyuram. Zaten heyfslənmə, təəssüf bildirənlərdə yaxşı cümlələr olmur da, yəni negativlik bildirir. Ona görə biz bu məna növünə bu modal sözləri aid edirik. Uşaqlar, indi digər nitq hissələri ilə modal sözün oxşarlığına gəlib baxaq. Yəni tam amonimlik demirik, çünki başlanğıclarda fərqlər də ola bilər də, ona görə. Məsələn, başlayaq hansı modal sözdən? Doğrusu. Bax, doğrusu sözü cümlədə işlənər, həmişə modal söz deyə bilmərik. Mənadan mənaya dəyişir. Baxaq. Deyərəm ki, doğrusu mən bunu bilirəm. Bir belə işlədər. Bir də deyər ki, sözün doğrusu, baxın, acı olar. Baxın, iki cümlə işlətdim. Doğrusu mən bunu bilirəm. Doğrusunu çıxardıram, hə, mən bunu bilirəm. Düzü mən bunu bilirəm. Yəni fikrə münasibət bildirir. Bu modal sözdür uşaqlar. Vergülümü qoyuram. Amma ikinciyə fikir verin. Sözün doğrusu acı olar. Ay uşaqlar, burada yəni doğru sözdən söhbət gedir. Bu doğru sözü sifətdir. Sadəcə nə baş verib? İsimləşib. Su burada nədir? Su, mənsubiyyət şəkilçisidir. Mənsubiyyət qəbul edib isimləşib. İkisi bir yerdə suala cavab verir. Sözün doğrusu nə? Yəni burada artıq biz buna sifət deyirik. Sadəcə ismin xüsusiyyətini daşıyır. Bax, burada diqqətli olun. Əsasən xatırlayırsınızsa, mən qoşmada demişdim. Əgər görəni əsasən görəylə əvəz ediriksə, bunlar qoşmadır. Əvəz etmiriksə modal sözdür. Deyirəm ki, məsələn, baxın, deyirəm ki, verilənlərə əsasən cavabı tapdı. Əsasəni görəylə əvəz edə bilirəm. Hə, niyə əvəz etmirəm? Verilənlərə görə. Deməli, bu nə olacaq? Bu olacaq qoşma, istinad bildirən qoşma. Bir də var deyirəm ki, sifət cümlədə əsasən təyin olur. Sifət cümlədə görə təyin olur deyə bilirəm. Olur uşaqlar, olmur. Deməli, bu nədir? Modal söz. Bax, bunlar qeydlərdir. Yatmayın, bunları qeyd eləyin uşaqlar. Modal sözdür. Ortada işlənib qutardı. Hər iki tərəfinə vergül qoyacağım. Modal sözün tələbidir. Hansı modal sözlərdə vergül olmurdu? Sanki, elə bil ki. Bunlar çünki bənzətmə bildirən modal sözlərdir. Bunlar yəni modal sözün içində istisnadla vergül istəmirlər. Amma ümumilikdə modal söz mütləq vergül tələb edir. İndi fikir verin, düzdür sözünə. Düzdür, Nihat oxumur. Görürsünüz, sən deyirsən, mən də təsdiq edirəm ki, hə, düzdür, Nihat oxumur. Bu, təsdiq bildirən modal sözdür. Bu belə. İndi ikinciyə baxaq. Kərimin cavabı düzdür. Bax, sual verirəm. Necədir? Düzdür. Uşaqlar, elə bir düz cavab yerinə deyirəm ki, cavabı düzdür. Yəni burada cavab sözün təyin edir. İsmi təyin eləyirsə, necədir sualına cavab versə nədir bu uşaqlar? Sifətdir. Özdə bu isimləşməyib, nə olsun dırdır qəbul edib. Necədir sualını, necə sualını saxlayırsa isimləşmiş sayılmır.
İsimləşməni də təkrar etmiş olduq burada. Aha, bir də var deyirəm ki, uşaqlar, oyuncaqları uşaqlara düzdür. Düzməkdən düzdürmək. Bu nədir? Feil. Nəyi? Düzdür. İcbar növdə olan feil. Bax, indi gəlin bunların başlanğıcına baxaq. Cavabı düzdür. Necədir? Qrammatikdir. Başlanğıc düz. Bir də var deyirəm uşaqlara düzdür. Başlanğıc axıra qədər. Bir də var deyirəm hə, düzdür. Nihat oxumur. Deməli, bununla uşaqlar axırıncını bunları biz amonim götürürük. Amma ortadakı amonim sayılmır. Niyə? Çünki başlanğıclar fərqlidir. Bu cümləyə fikir verin. Görəsən sözünə. Görəsən mən yazım. Görürsünüz, güman şübhə bildirir. Dəqiq deyil. Bu modal sözdür. İndi buna baxın. Gərək xəstəni vaxtında görəsən. Bax, birincidən görəsən çıxartsam, mən yazım, yəni qeyri-adi məna dəyişməyəcək. Yəni sadəcə güman şübhə itəcək də, çaları itəcək. Amma gərək xəstəni vaxtında görəsən atsam nə olacaq? Cümləm yarımçıq qalır. Deməli bu nədir? Feildir. Gərək xəstəni vaxtında görəsən. Bu artıq feildir. Görmək kök, sən şəxs sonluğu, də burada nədir uşaqlar? Deməli arzu şəkli. Bu cümləyə baxın. Olmaya məndən bezmisən, güman şübhə bildirir. Özü də dəqiq bilmir, sadəcə şübhələnir. Bu olur deməli modal söz. Bir də var deyirəm ki, kaş bunlar olmaya, yəni burada uşaqlar müstəqil feildir, yəni baş verməyə anlamındadır. Baş vermək, yəni olur feil. Yadınızda saxlayın. Yəni mürəkkəb feil olmur da, müstəqil feil olur. Mamə, yaya da burada arzu şəkildir. Kaş nədir burada? Arzu ədatı. Olmaya burada olur feil, amma birincidə olmaya olur modal söz. Dediyim kimi, mütləq məna növlərini əzbərləyin. İkinci açar sözümüz əzbər. Baxın, deyir ki, şübhəsiz sabah gələcək, təsdiqləyir, yəni mütləq gələcək. Bir də var deyir ki, deməli bu modal sözdür də, təsdiq bildirir. Bir də var deyir ki, şübhəsiz cinayət olub. Şübhəsiz cinayət. Yəni düzdür, biraz burada modal söz kimi də görünür. Amma məsələn, şübhə olmayan cinayət də o anlamda deyir. Və yaxud deyirəm ki, şübhəsiz fikirləri var. Məsələn, şübhəsiz fikirləri var. Şübhənin olmadığı, yəni aydındır. Burada nə olacaq? Burada olacaq sifət. Yəni bunu da iki cür düşünmək olar. Şübhəsiz cinayət olub. Əgər modal söz desəm, vergül qoyacağam. Yox, modal söz deməsəm, bu vergülü buradan atacağam. Deyəcəm ki, bu sifətdir. Şübhəsiz cinayət. Necə cinayət? Olub da baş verib anlamında müstəqil feil. Bura baxın, deyir təəssüf qəza olub, yəni heyf ki, əfsus ki, olur nə? Təəssüf bildirən modal söz. Bir də var deyir ki, təəssüf hissi keçirir. Nə hissi təəssüf? Burada olacaq isim. Aydındır. Bax, deyir ki, demə oğru odur. Yəni sən demə. Yəni modal sözdür burada. Burada nəticə bildirir. Bir nəticəyə gəlblər, deyir sən demə oğru oymuş. Məsələn, nəticələnib. Deməli kimi. Bir də var deyirəm, bunu uşaqlara demə. Bu artıq əmr şəklindədir. Bu olur nə? Feil. Köməkçini çıxardanda uşaqlar məna dəyişmir. Amma əsas nitq hissəsini çıxartsam məna dəyişir. Bu şəkildə də tapa bilərsiniz köməkçi ilə əsası. Deyir ki, deməli işin sonuna çatdı. Görürsünüz modal söz. Amma deyirəm ki, bunu deməliyəm. Feilin vacib şəkli oldu feil. Bax, bu şeylərdə diqqətli olun. Deyirəm ki, müxtəsər, məktəb bağlandı. Yəni sözün qısası, nəticə olaraq. Bu nəticə bildirən, buraya yazıram, modal sözdür. Nəticə bildirir, yəni deməli, demək, məktəb bağlandı. Əvvəldə gəldiyə, özündən sonra vergül. Bir də deyirəm ki, müxtəsər cümlə qur. Necə cümlə qur? Müxtəsər cümlə. Olacaq sifət. Bu özdə vurğuya görə dəyişir. Müxtəsər, bir edirəm müxtəsər cümlə. Cümlə sözü hansı olur uşaqlar? Təsirli hal. İnteqrasiya eləyək isimdən. Cümləni qur. Qeyri-müəyyən təsirli. Yadınıza salın. Diqqətli olun. Qeyri-müəyyən təsirliyin də sualı bilirsiniz də nədir? Burada nə et? Feil. Bax, deyirəm ki, yaxşı uşaq danışır. Necə uşaq?
İsmi yanındadır, ismi təyin edir deyə sifət olur. Bir də var deyirəm ki, dərsi yaxşı danış. Necə danış? O deyirdimi, yaxşı oğlan yaxşı oxuyur. Birinci yaxşı sifət, ikinci zərf. Bax, feilə aiddir. Olacaq zərf. Bir də deyirəm ki, yaxşı, gəl otur. Bu artıq nəticə bildirir. Yaxşını çıxartsam məna dəyişmir. Deməli, köməkçidir. Köməkçilərdən də harda keçmişik bunu? Modal sözdən. Nəticə bildirən modal söz. Yəni, mənasına baxın da uşaqlar, təsdiq bildirmir ki, ya da güman şübhə bildirmir ki, ya da necə deyim, bənzətmə bildirmir. Nəticəyə gəlir. Deyir, yaxşı, yaxşı, gəl danış. Biri bezdirirsə, axırda deyir sənə, yaxşı, yaxşı, gəl otur, gəl danış. Yəni, bu anlam ifadə edir də, nəticəyə gəlir artıq. Bax, nəhayət dərs başladı. Vurğuya görə fərqlənir. Nəyə düşür vurğu? Nəhayət. Bu modal söz olur. Amma deyirəm ki, işin nəhayəti yaxşı bitdi. Bu uşaqlar həm vurğuya görə fərqlənir. Bir də uzanma məsələsi də var. İşin nəhayəti. Bunun elə bir tələffüzündə isim olanda. Deməli, yox, nəhayət yox. Dəqiqə. Nəhayəti. İsim olanda uşaqlar A-da uzanma olur. Yadınızda saxlayın. Vurğu özdə düşür əvvələ. Əvvələ yox sona. İşin nəhayəti. Burada olacaq isim. Amma birincidə olacaq nə uşaqlar? Olacaq modal söz. Nəhayət dərs başladı. Nəticə bildirir. Bir də deyirəm ki, işin nəhayəti yaxşı bitdi, yəni sonu. Uşaqlar, modal sözlərdən bu qədər. Nəsə bir sualınız, nəsə bir ağlınızda qalan qaranlıq məqam olarsa, mütləq ki, şərh bölməsində qeyd eləyin. Mən sizə geri dönüş edəcəyəm. Hələlik.